Qadınları başa düşmək çətindir deyirlər. Əslində isə qadınlar göründüyündən daha sadədir. Sadəcə onları doğru oxumağı öyrənmək lazımdır. Düzdür, hər qadın fərqlidir. Amma psixologiyanın göstərdiyi bəzi ümumi həqiqətlər var ki, onları bilmək qadını daha yaxşı anlamağa, ona daha yaxın olmağa kömək edir. Gəlin birlikdə qadınları daha yaxşı anlamağa kömək edən 20 psixoloji fakta baxaq. Əgər bunları bilsən, qadınları dəfələrlə daha yaxşı anlayacaqsan. 1. Qadınlar sözlərdən çox davranışlara inanır. Səni sevirəm demək gözəldir, amma qadınlar üçün davranış daha önəmlidir. Əgər davranış uyğun deyilsə, söz mənasız olur. Göstərilən sevgi, deyilən sevgidən daha realdır onun üçün. 2. Qadınlar detalların ustasıdır. Bir kişi görmür, amma qadın görür. Səs tonundakı dəyişiklik, baxışdakı yorğunluq, mesajdakı qısalıq. Qadın beyni mikrosiqnalları çox sürətli analiz edir. Ona görə xırda hərəkətləri xatırlayır. Həm gözəl olanları, həm də acı verənləri. 3. Qadın hissləri kişilərdən 4 dəfə daha güclü işləyir. Bu, emosional olmaq demək deyil. Bu, beynin empatiya hissəsinin daha inkişaf etmiş olmasıdır. 4. Qadın mən yaxşıyam deyirsə, çox vaxt yaxşı deyil. Bu sınaq deyil. Sadəcə içindəki qarışıqlığı necə ifadə edəcəyini bilmir. Qadın artıq xoş şeylərdən belə zövq almırsa, bu yorğunluq deyil, duyğusal tükənmədir. 5. Qadın incəliklə xoşbəxt olur. Bahalı hədiyyə yox. Diqqət, xatırlanmaq, kiçik jest. Qadın beynində bunlar böyük yer tutur. 6. Qadın özünü güvəndə hiss etmədiyi yerdə ürəyini açmır. Ona görə çox qadın öz hisslərini gizlədir. Qorxur ki, yanlış anlaşılacaq. 7. Qadın bir şeyi 100 dəfə analiz edir. Kişilər nəticəyə gedir, qadınlar prosesi araşdırır. Bu analitika onların müdafiə mexanizmidir. 8. Qadın sevdiyi adamı qorumağa çalışır. Bunu çox vaxt tənqid kimi göstərir, amma niyyəti dəyişdirmək yox, düzgün istiqamətə yönləndirməkdir. 9. Qadın unutmur, amma bağışlayır. Qadın yaddaşı çox güclüdür. Unutmaq yerinə duyğunu dəyişdirməyə çalışır. 10. Qadın qərar vermədən əvvəl hisslərinə qulaq asır. Bu zəiflik deyil, intuisiya qadınlarda çox kəskindir. 11. Qadın dinlənilmək istəyir, mühakimə edilmək yox. Sən haqsızsan yox, başa düşdüm, sən belə hiss edirsən. Qadını sakitləşdirən budur. Səssizlik onu daha da sıxar. Amma onu dinləyən biri varsa, ürəyindəki yük yüngülləşir. Onu anlayan biri varsa, qadın daha güclü, daha inamlı olur. 12. Qadın gecə yatmadan əvvəl ən çox düşünür. Duyğular, günün gərginliyi, gələcəklə bağlı narahatlıq, hamısı gecə açılır. 13. Qadın hisslərini gizlətməkdə yaxşıdır, amma çox davam etməz. Bir qadın susursa, çox vaxt içində fırtına var deməkdir. Bir müddət dözür və bir gün partlayır. 14. Qadın ən çox dəyər verən insandan inciyir. Çünki gözlənti ən çox ondan olur. Sevildiyini hiss edəndə güclənir. Laqeydlik hiss edəndə isə içdən çökür. 15. Qadın səssizləşibsə, bu ən təhlükəli siqnaldır. Artıq danışmağa enerjisi qalmadığını göstərir. O, yorulub. Daxilində çox şey var, amma sözə çevirə bilmir. 16. Qadın özünü dəyərli hiss edəndə dəyişir. Görünüşü, davranışı, enerjisi, hər şey birdən-birə yüksəlir. Bir mesaj, bir sorğu, bir maraq, onun üçün sevildiyini hiss etdirməyə kifayətdir. 17. Qadın üçün diqqətsizlik sevgi itkisi deməkdir. Qadın məni görmür hissi ilə çox tez soyuyur. Əgər qadın dəyər görmürsə, susar, içə qapanar və uzaqlaşar. 18. Qadın bir dəfə sevdisə, tam sevər. Sevdiyi adama bütün ürəyi ilə bağlanar. Onu sevənə, onu anlayana, onu dəyərləndirənə hər şeyini verər. 19. Qadın artıq getməyə qərarı veribsə çox gezdi. Qərarı səsli deməmişdən əvvəl artıq içində 100 dəfə gedib. Çünki qadının inciliyi
çox dərin olur. 20. Qadının ən böyük ehtiyacı güvən, diqqət, dəyərdir. Çünki sevgi bunlar üstündə qurulur. Bir sözlə, qadınlar çətin deyillər. Sadəcə çox hiss eləyirlər, çox düşünürlər, çox bağlanırlar. Onlar sevdikcə bağlanır, bağlandıqca qorxur, qorxduqca daha çox diqqət gözləyirlər. Onları anlamaq üçün bəzən sözlərə yox, dilə gətirmədikləri susqunluğa qulaq asmaq lazımdır. Çünki qadınlar həm güclü, həm həssasdır. Onların güclü duruşunun altında böyük bir hiss dünyası yatır. Sonda, belə maraqlı videoların davamı üçün videonu like etməyi və kanala abunə olmağı unutma. Dəstəyin üçün təşəkkür edirəm.